Yeni bir mənzildə hamınıza salamlayıram əziz izləyicilərimiz. Qanuni 3 otaq, 130 kvadrat kubçalı, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzillə sizin qarşınızdayım. Çox gözəl, özəl təmir olmuş, modern tərzdə və dəbə uyğun şəkildə yerləşdirilmiş bir mənzil. Yeni Yasamalın düz girişində 18 mərtəbəli binanın 16-cı mərtəbəsində qanuni 3 otaq, yelçəkər, skvaznoy bir mənzil. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz, geniş bir planda təqdim edirəm sizə. Çox gözəl, geniş bir qonaq otağı var. Qonaq otağından eyvana çıxış hissə mövcuddur. Qazı, suyu, işığı daimidir. Sənəd kubçadır. Dövlət ipotekasına tam yararlı bir mənzildir. Qonaq otağının genişliyini görürsünüz əziz izləyicilərimiz. Mənzilimiz 18 mərtəbəli yeni tikili kubçalı binanın 16-cı mərtəbəsində yerləşir. 130 kvadrat ölçülüdür. Qonaq otağını sizlərə təqdim elədim. Burada baxın, giriş hissə, giriş hissədən daxil olduqda dəhliz, koridor isə bizi qarşılayır. Baxın, döşəmə qranit mərmər və istipoldur. Asma tavandan istifadə olunub. Qonaq otağımız, mətbəx hissəmiz, orada mənzilin birinci yataq otağı, ümumi sanitar qovşağı və ikinci yataq otağı yerləşir. Baxın, bu şəkildədir. Divarda lepka işləmələrdən, buralardan və aboylardan istifadə olunub. Burada birinci yataq otağını göstərən çox geniş bir otaqları var. Kvadrat ölçülüdür, dar uzun deyil. Qazı, suyu, işığı daimidir, istiri sistemi kombidir və yataq otağından eyvana çıxış hissəni görürsünüz. Baxın, bu şəkildədir. Belə bir gözəl yataq otağı var. Geniş kvadrata malikdir. Burada mənzilin hamam tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir hamam tualet hissəsi. Lazım olan bütün aksesuarlarla da təmin olunub şəkildədir. Burada lazım olan bütün santexnik, elektrik işləri hamısı tam şəkildə görülür. Baxın, döşəmədə istipoldan istifadə olunub. Keçirik, burada böyük yataq otağı yerləşir. Baxın, zal ölçüsündədir təqribi olaraq. İstəsəniz buranı zal kimi istifadə edər, oranı yataq otağı kimi və yaxud da ki, buranı yataq otağı kimi, oranı zal kimi istifadə edə bilərsiniz. Çox geniş bir ölçüyə malikdir. Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin girişi İnşaatçılar metrosunun cəmi 2 dayanacaq məsafədə, piyada 6-7 dəqiqəlik məsafədədir. 18 mərtəbəli binanın 16-cı mərtəbəsində qiymət 275.000 manatdır. Baxın, bir daha sizlərə təqdim edirəm. Bir otağımız orada yerləşir, mətbəx isə burada ikinci otağımız yerləşir. Burada isə üçüncü otağımız yerləşir. İndi isə keçək mətbəxə. Mətbəxlə sizi yaxından tanış edim. Burada mənzilin mətbəx hissəsi yerləşir. Hissəni görürsünüz. Baxın, belə bir gözəl mətbəx hissə və eyvana çıxış hissəsi mövcuddur. Yığılmış gözəl bir mətbəx mebeli də var. Döşəmədə qranit mərmər və istipoldan istifadə olunub. Membrandan yığılmış mətbəx hissəni də görürsünüz. Baxın, bu şəkildədir əziz izləyicilərimiz. Mənzilimiz haqqında ümumi məlumata sizlərə qeyd edəcəm. Yenidən proyektlə yaxından tanış edim. Giriş qapımızdır. Daxil olub dəhliz hissə bu şəkildədir. Burada yataq otağı, eyvana çıxış, mətbəx, eyvana çıxış hissə. Orada mənzilin qonaq otağı və ikinci yataq otağı. Orada isə sanitar qovşağı. Burada isə mənzilin giriş qapısı yerləşir. Mənzil 18 mərtəbəli binanın 16-cı mərtəbəsindədir. 130 kvadrat ümumi sahəyə malikdir. Qanuni otaq skvaznoy mənzildir. Qiymət 275.000 manatdır. Real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.